Mən Göyçay rayonu Qəraməryan kənd sakini Ələsgərova Məlahət. Qəraməryan Bələdiyyəsinə şikayətçiyəm hal-hazırda. Qəraməryan Bələdiyyəsi 2016-cı ildən bura icarə haqlarının bələdiyyə büdcəsinə daxil olmadan mənimsəmişdir. Bununla bərabər bələdiyyənin qanunsuz cinayətləri bununla bitmir. Qəraməryan kənd bələdiyyəsi Şamilov Fəqan yaşlı insanların pensiyasını kəsərək hər bir vətəndaşdan 800 manat, 1000 manat, 200 manat, 600 manat pensiya idarəsindən bunların vergi kimi kəsdirtmişdir. Pripasiya məhkəməsi ilə əlbir olub vətəndaşların pensiyasını kəsmişdir. Mən dəfələrlə şikayət etsəm, icra başçısının da yanında olmuşam. Rayon icra başçısı da heç bir iş görməyib indiyənə qədər. Göyçay rayon seçki dairəsinin sədri Eldəniz Həmidov dəfələrlə müraciət etmişəm. Qaynar xəttə zəng eləmişəm. 115 içini yığmışam. Dəfələrlə bu seçkinin boykot olunmasının, seçki saxtakarlığının olduğunu dəfələrlə desəm də Eldəniz Həmidov heç bir iş görmədi. Əslində Göyçay rayonunun Qəraməryan Bələdiyyəsi ilə əlbir olaraq belə bir cinayətkar bələdiyyəni tərkibə saldı. Mən buna yəni ki etirazımı bildirsəm də Eldəniz Həmidov mənə bir gülünç məktub göndərib. Gülünç məktub bundan ibarətdir ki, cinayətkarlar tapılıb. Mən buna sübut olaraq Eldənizin bu cinayət əməllərinin, yəni saxtakarlığın nümunəsi olaraq mən seçki bülletenini də sizə göstərirəm. Saxtakarlığa o qədər yol verilmişdir ki, hətta bülletenlər müxtəlif adamların qapısında hamısına atılmışdır ki, gəlin, bax, işarələnmiş seçki bülletenidir. İşarələnmiş seçki bülleteninin qapılarda paylamışdılar ki, gəlin, Fəqan Şamilova səs verin. Fəqan Şamilov cinayətkardır. Fəqan Şamilov özü deyir ki, rayon başçısına külli miqdarda pul vermişəm, 2 aydan sonra mən bələdiyyə işləyəcəm. Xahiş eləyirəm dövlətimizdən, xahiş eləyirəm ki, bunu tərkibdən çıxardılsın. Bələdiyyə sədri seçilməyinə mən etiraz eləyirəm. Şamilov Fəqanın arxasında duran Qasımov Seymur Sədullah oğludur. Çünki Qasımov Seymur 100 hektar qanunsuz zəbt edib yer əkərək heç bir yerə vergi ödəmədiyinə görə istəyir ki, Şamilov Fəqan bələdiyyə sədri kimi fəaliyyət göstərsin. Qasımov Seymur 100 hektar yer əkməyinə baxmayaraq bizim torpaq sahəmizə məxsus olan torpaq sahəsini mən boğazımızdan kəsib taxıl sahəsi əkmişdim. Getdim gördüm ki, Qasımov Seymur bu yerimizi bişdirib, gecə ilə oğurlayıb aparıb. Bu oğru Qasımov Seymur nəinki məni, hətta məndən başqa qeyri-vətəndaşların da yerlərini oğurlayıb. Dəfələrlə bax, prokurorluqda ərizələrim var. Heç bir işə baxmır. Mənə dəfələrlə deyib ki, sizə dəymiş ziyan ödəniləcək. Hələ də ödənilir, indi də ödənilir. İndiyənə qədər heç bir iş görülməyib. Qasımov Seymurun oğru olmağını mən təsdiq eləsəm də hələ indiyənə qədər heç bir iş görülməyib. Qəraməryan Bələdiyyəsi nəinki Qəraməryan Bələdiyyəsinə aid olan torpaqları satmışdır, həm də örüş yerlərinin təyinatını dəyişib pullu vətəndaşlara satmışdır. Mən prezidentimizdən, Rusiya prezidentimiz Mehriban xanımdan və digər qurumlardan xahiş edirəm ki, Göyçay rayonunda bu özbaşına məmurlar haqqında ciddi tədbirlər görülsün və bizim də şikayətimizə qanuni şəkildə baxılsın.